həmişə deyirəm. Hə, baxın, bunu dövrün bəlası hesab eləyir. Deyir, mən dövrün bəlasıdır bu. Dövrün bəlası İmam Zaman mövludunu keçirtmək və mövluda xonça ilə gəlmək deyil. İmam Zaman dövrün bəlası bilirsiniz nədir? Dediyim kimi, dövrün bəlası Azərbaycan xanımları Türkiyədə fahişəlik eləyir. Fahişəliyə daha doğrusu məcbur edilir bu rejim tərəfindən. Bizim bəlamız Azərbaycan kişiləri xaricdə, küçələrdə dilənçi gününə salınıb. Qeyrətli kişiləri qolu qandallı qəfəsə salıblar. 200 gündən 7 aydır Şeyx Sərdar heç bir günahı olmadan həbsxanada ola-ola Karsa salınır. Onunla bərabər 5000-ə yaxın ruhani və dindar günahsız yerə həbs olunur. Onunla bərabər yüzlərlə ruhani narkotik iddiamı ilə, saxta iddiamlarla həbs olunurlar. Dövrün bəlası budur. Ay savaddır, dırnaq arası, Fuad. Sən əgər bu sözləri deməyə özüyə borc bilirsənsə, deyirsən bunlar mənim borcumdur, mən əgər bunu deməsəm, xonça məsələsindən danışmasam, onda mənim hər şeyim əlimdən gedəcək, nəsə varsa əgər, özü alladırsan. Sən zaten əldən vermirsən sərdarlardan danışmaqdan, talihlərdən danışmaqdan, ölkədə olan o 9 dənə jurnalist xanım, qadın, həbs olunan xanımlardan danışmaqdan, onlar keçdi. 6 dənə hicablı günahsız qadından danışmaqdan, dövrün bəlası bunlardır. Ay başıboş. Bunlardan danışmalısan sən. Bunlardan əgər sən ruhani